Bugün çox hünərli bir şey eləyib yaratacağam. Saçımın başımın gününə bax, bəli, yaratacağıq. Yarata. Girən kimi belə bir mənzərə. Qoğal buradaydı bax. Cidden postmodern. Arpa burada şey var idi, yadına gəlir belə xəritə idi, dağınıq. Dəyişdiriblər onu. Birinci hər yeri gəzək, sonra şəkillər. Baxın dostlar, belə şeylər var. Bax, indi bu əsəri mən yorumlayacağım, hazırsan. This is emoji. Burada belə rəngli. Gəlirik indi digər yerə. Siz də orada maraqlı bir şey göstərəcəm. İkinci mərtəbəsinə tak deyə. Postmodernizmin vahim olduğunu düşünmürəm. Yəni rəngli belə daha az vahiməsi şeylər də var yəni. Ürpərdim. Amma buranı çox sevirəm. Yarat. Bir də Cəmi muzeyini çox sevirəm. Müasir İncəsənət muzeyi də doğru insana gedəndə yaxşıdır. Yəni sevgiliylə, nə bilim, ən yaxın kankana gedəsi yerdir. Həqiqətən incəsənətdən və fəlsəfədən başı çıxan biri ilə. İşte burası da belə bir yerdir. Labirint. Orada qorxu film üçün bir yerdir. Üstdən göstəreyim. Tədbirlər falan hazırlayırlar o hissədə. Böyle bir tane divardı. Full göstermirəm, ama böyle renkli bir şeyler olan divardı yani. İndi bunun bir tane növü də var, oraya gedəcək. İkidir. O birisi Yaratın tam böyründə binada çıxanda göstərirəm, İncəmi yanından çıxdı. Şöyle kitap okuma bölməsi var. Bir tane sizi təmizləyim. İnşallah vardan da kamera alacağım. Burada daha aydınlıqdır məsələn. Daha natural təbiət. Heyvanlar. Buranın ikinci mərtəbəsində çox qəşəng bir yer var. Çox qəşəngdir daha. Buna bakın. Çok qəşəngdir. Bəli, Yarat Time davam ki, ikinci mərtəbəsini çıxır. İkinci binanın ikinci mərtəbəsi. Birinci binanın ikinci mərtəbəsi maraqsız idi. Amma birinci mərtəbədə bayağı şey var idi. Amma bunun birinci mərtəbəsi çox gecəydi, amma yerlən şey var idi. Kesinliklə gəldi, ikinci mərtəbədə çox zor bir şey var idi. Təbiət deməli mahnısı idi. Necə deyim, heyvanlar, quşlar, külək, hamısının ümumi musiqisinə şey hazırlamışdılar. Musiqi. Yəni musiqi alətlərindən yox idi. Çox qəşəngdir. Aha. İkinci mərtəbə belə bir yerdir.
Aa, ne qəşəngdir.